Herkese yeni vlogdan salamlar. Bugün anamla bir yerde sədərətdəyik. Sizcə nəyə görə? Yolka alışveriş eləyirik. Yeni il hazırlığıdır. Yolkamızı seçmişik bu arada. Əslində video çəkməyəcəkdim. Çünki video çəkməyəcəkdim nəyəsə. Biz yolka alanda bir dənə qızda vlog kamerası gördüm. O da anasını bir yerdə alışveriş eləyirdi. Və mən vlog kameramdan var idi. O da ondan çəkirdi. Mama dedi ki, davay sən də çək. Yəni belə müasir mama. Nəysə, mama dedi ki, davay sən də çək. Mən də ona görə başladım çəkməyə. Mən də baxım kameradan. Hay DJ. Kanala abunə olmağı və like qoymağı unutmayın. Yolkamızı almışıq. İndi gedirik iqruşkalarımıza, bir də bantik baxmağa. Pərdə işlarda mama dedi ki, mütləqdir. Sən hara getdiyinizi bilirsən? Əslində yox. Məncə də belə bir yolka istəyirəm. Qırmızı detallarla. Pərdə işini almağa çalışıram. Sən nəyə bəyəndin? Pərdə işığı 10 manat. Ne sarı ver. Neçə metrdir? 3 Baxaraq indi istəyir, yoxsa yox onu baxacaq. Aha, əli götürürük. 100 metr. Burada 100'dür. Mamam bütün pullarımızı alıb indi özü xərcləyir. Bunları aldıq dostlar. İqruşkalarımızı aldıq. Çox ümid edirəm ki, qəşəng bir şey çıxar ortaya yəni. Çıxmasa pis olaram. Axşamınız xeyir. Saat hardasa 12:01-in yarısında belədir. İndi videomuzu qaldığımız yerdən davam edirik. Çünki başım çox qarşı oldu və mən unutmuşam ki, mən YouTube üçün vlog çəkirəm. Nəysə. Əsas odur ki, yadıma düşdü ki, mən vlogu davam etdirməliyəm. Mama ilə biraz yolkamızı yaxşı hala salmışıq. Demək olar ki, açmışıq. Yuxarı hissəsi qalıb, işıqları qalıb, bir də oyuncaqları qalıb. Əlavə olaraq mama ilə bir yerdə bəlkə bantiklərini düzəltdik. Bantiklərdə ya bura vuracağıq, ya da ki, pərdələrimizin üstünə. Mən indi sizə aldığımız oyuncaqları göstərmək istəyirəm. Deməli, belə bir şeylər almışıq mama ilə. 2 ədəd belə yolka oyuncaqlarımız var. Doğrusu 3 ədəd belə yolka oyuncaqlarımız var. 2 ədəd belə balaca oyuncaqlarımız var. Çox qəşəng olacaq. 1 ədəd belə böyük qırmızı oyuncaqlarımız var. Bunları göstərdiyim bilmirəm. Bunlar da almışıq. Burada da belə gül almışam. Bunu sonradan gəldim aldım. Bunu çox bəyəndim bu arada. Yəni qəşəng görsən deyə düşünürəm. 5 dənə belə bir gül almışam. Əslində bantik saçımı almışdım. Yəqin ki, bunu da yuxarıdan vuraram da. Amma balacadır deyə düşünürəm. Səncə? Qəşəng. Böyüyün də var. Böyüyün də alarıq sonra. Sonra belə bir led işıqımız var. Pərdə işığı. Bu led işıq yox, yox. 50 metrlik almışıq bu arada. Sonra bir də pərdə üçün işıq almışıq. Bir də lenti də verir. Bir də belə işıq almışıq. Bu da pərdələrimiz üstünə eləməyə. Bir də lentamız var və düşünürəm ki, bu yolka ağacı çatarlar mı? Səncə? Çatar. Çox qəşəng değil mi? O gedib şadı. Hə, çox qəşəng. Çox gözəl olmuş. Elə isə qaldığımız yerdən davam edirik. Yolkamızı biraz mən sizə belə göstərim. 2 metr 10 santidir. Yəni hündürdür, çox qəşəngdir. Evimizə görə çox hündürdür. Keçən il yolkamız yoxdur, amma bu il Mama salıb elə kameraya. Bu kameram çevirsə. Mama onunla məndən məşğullar çox aktivdir. Belə yolkamız. Əslində qırmızı pijama almaq istəyirdim. Onu da yəqin ki, sabahlarımı ya da ki, yaxın günlərdə alaram. Otağımız səncə çox qaranlıq deyil ki. Bu arada Instagram üçün də reels çəkirəm. Əgər düzəltib paylaşa bilsəm şükür edəcəm.
04-dür, keçdi. İndi yolkamızın oyuncaqlarını düzəldəcəyik. Ondan da düşünürəm ki, bitir. Bir də pəncərəmizin pərdəsinin üstünə işıqlarımızı qoşacağıq. Əslində bacım burada baliklər düzəltməli idi. Sadəcə olaraq düzəltmədi. Belə bir şeylər. Amma bundan bu qədər yoxdur, biraz çox lazımdır. Deməli dostlar, başlayırıq artıq yolkamızın oyuncaqlarını qoymağa. Yolkamızın oyuncaqları buradadır. Bir hissəsi burada, belə. Yığacaq yolkamızı qəşəng, səliqəli. Ecazkar. Görün nə qəşəngdir. Çox şirin görünür. Hələ ki ilk aşamadayıq. İnanın ki, mamam məndən daha çox həvəslidir həqiqətən də dostlar. Yolkamızın gözəlliyi çox möhtəşəmdir yəni. Bir də belə bir gül almışam 5 ədəd. İndi bunu 5 hissədən qoyacaq ki, dolu və gözəl göstərsin. Dostlar, mən sizə yolkamızın gözəlliyini göstərə bilərəm. Çox qəşəng deyil. Dostlar, saat 03:37-dir. Biz hələ də bankət düzəldirik. Biz banketlər düzəldirik hələ də. Ki, pərdəmizin üstünə asma. Mən es barmağımı da elə bilmədim deyirəm, amma mənim köməkliyi. Buraya baxın, 04:40-dır. Yolkamız artıq hazırdır, bunlar da artıq hazırdır. Sadəcə olaraq onu taxmışıq oradakı işıqları. Onu işlətmək üçün o işıqları tronik almaq lazımdır. Onu da yəqin ki, birinci gün alaram. Belə, onu taxandan sonra vəbşə qəşəng olacaq. Əslində belə şeylərə həqiqətən heç həvəsim yoxdur. Sadəcə olaraq mamam çox həvəsli deyənə etdik. Hər kəsə digər gündən salamlar. Bəzi çatışmayan yeni aid əşyalarım vardı. Onları almışam. Daha doğrusu hər yerdə veriblər. Sizə göstərmək istəyirəm. Maraqlı bir hədiyyə veriblər. Ay, qırılıb be. Ay da qırılıb. Yox, belə. Çox da demək istəmirəm, qırılıb. Sonra ikinci hədiyyəmiz. Bu da çox qəşəngdir. Bu da şamdır. Bu da əl işidir. Belə. Çox qəşəng. Üçüncü hədiyyəmiz. Bu da şamdır. Çox həm bu da əl işidir. At ilə olduğuna görə. At Muraddır. Belə bir hədiyyəm var. Çox qəşəngdir. Bir də belə hədiyyəm var. Bu da şaxta babamız. Həmçinin uşaqlar, sizə bunu da göstərmək istəyirəm. Belə. Bir də tronik almışam. Biz o tronikəndə o ışıqları bərpa eləyəcəyik. Son görüntünü sizə göstərəcəm birazdan. Bir də belə bir yeni il temalı lampam var. İşığa qoşanda çox qəşəng bir effekt verir. Onu da göstərəcəm sizə. Bir də belə balaca yolkam da var. Əslində bunu keçən ilki yolkam budur. Bu ilki yolkam bu. Herkese yeni gündən salamlar. Bu vlog yeni il temalı olduğuna görə mənimlə bir yerdə yeni il şənliyinə hazırlaşırıq. Elə isə getdik. Kameramı elə bir yerə qoymuşam ki, yəqin ki, düşüb qırılmaz da deyə düşünürəm. Şənliyimizin konsepti qara libas və qırmızı pomada detal olaraq. Saçımı da yəqin ki, arxadan topuz yığaram. Belə. Elə isə hazırlaşırıq. Fidan mənimə gəlin. Bugünkü konseptdə nə giyinəcəksiniz vlogumuza? Vlogumuza salam elə. Nasıl demək istəyirsən vlogumuza? Yo, yeni ilə hazırlaşırıq. Kürsayt. Kürsayt dedim. Yəni, Kürsayt restoranı. Ümumiyyətlə bu il çox belə yorğun il keçdi deyə bilərəm. Sizcə necə keçdi? Çox yoruldum bu il həqiqətən də.
Çox yoruldum. Gözüm qabağına gəlir deyirəm, ayda, mən necə onları dözmüşəm də, yəni. Necə onları tab gətirmək kimi psixologiyam olub, düzdür. Psixologiyam dağılıb, yığışdırmaya çalışıram, amma növbəti blokda yığılmış formasını girəcəksiniz. İnşallah. Belə. Deməli, bu son halım. Necəyəm sizcə? Bir dənə də boydan qoyun, boydan baxın. Mənim yaşındakı qızlar öz yaşlarla partiləşdir. Mən kimlərlə parti eləyirəm? Tədbirimiz bitdi. Çox maraqlı əyləndik mamalarla, uşaqlarla. Yəni biz normalda hər il, hər bayramda belə kiçik eventlər, kiçik şənliklər keçirdirik. Ümid edirəm ki, siz də bəyənmisiniz vlogumu. Bu qədər. Kanalıma abunə olmağı, like qoymağı və paylaşmağı unutmuruq. Belə, hamınızı öpürəm. Növbəti vlogda görüşənədək. Sağ olun.